Size bir dənə söz deyim. Rolls-Royce, Cullinan ikinci seriya sadəcə maşın deyil. Sual yaranır, bəs nədir? Həyat tərzidir. Arxası belə işıqlanan radiator barmaqlıqları, vertikal LED fənərlər və 23 düymlük disklər. Bu artıq lüksun yeni səviyyəsidir. Black Badge versiyasında isə bütün xromlar qara rəngdədir. Arxa oturacaqlar uzanır, dikəlir, isidir, soyudur və sanki tay masajçılarının barmaqları qədər incə masaj edir. Daha sonra isə nə baş verir? Siz bu düyməni açırsınız, daha sonra soyuducunu açırsınız və sanki şəxsi təyyarənizdəki kimi şampan şərabını süzüb sürüşdən zövq alırsınız. Bu Spirit of Ecstasy miniatürü, bu saat, bu ulduzlu tavan və bu tikişlər sükan arxasına keçəndə sənə deyəcəklər, səltənətinə xoş gəldin. Kapot altında V12 mühərrik, 600 at gücü, planar suspension sistemi ilə avtomobil yolda sanki süzür. Üstə gəl, GPS ilə olan sürətlər qutusu sizə şəraitə uyğun olaraq uyğun sürət ötürməsini seçməyə imkan verir. Ümumilikdə Rolls-Royce Cullinan ikinci seriya bu bir arzudur. Bəziləri bu arzunu yaşayırlar. Bəs sizin arzunuz nədir?